Güllərimə baxın, görün nə gözəldilər maşallah. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Hər birinizi qucaq dolusu güllərlə salamlayıram. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Məni soruşacaq olsanız, mən də çox yaxşıyam, şükür Allaha. Sadəcə birazcıq ara bir yuxusuz oluram. İmmunitetim aşağı düşüb, ona görə də narsok içirik hər gün belə bir stəkanla. İmmunitetim aşağı düşüb, ona görə də səhərlər çalışıram ki, yumurtadır, pendirdir, yağdır və yaxud baldır, doşabdır. Belə şeylərdən içim ki, immunitetim qalxsın. Həyətə düşmüşük, manqal videosu çəkirik. Mən də qalın geyinmişəm. Bu aralar hamı mənə deyir ki, qalın giyin, qalın giyin. Maksimum dərəcədə qalın geyinmişəm. Başıma da papaq qoymuşam. Heç kim danışmasın. Bu da manqalımız. Bacağı da qoymuşam Hüseynin yanında. Burada da hazır göbələklər filan yoldaşım hazır edib. Bir dənə mənə qalıb ki, gəlib çəkmək. Bu gülü mən həyətə əkdirdim. Əkdirmədim əslində. Anam gel, xalam gel filan dedilər ki, əkilsin həyətə. Amma sonra peşman oldum. Çünki bu gül elə qəşəng güldür ki, yəni fikirləşirəm ki, mən həyətdə bunu görmürəm. Niyə həyətdə qalsın ki? Ona görə nə zamansa buna bir dənə qab alıb bunu təkrar evə daşımaq istəyirəm. Ay, getdim. O qədər qorxuzumlar ki, daha da qalın bir şey geyindim. İndi isə burada videoya başlayacaq çəkməyə. Arxada manqal yanır. Bəbiş ağlayır. Gəlirəm. Bəbiş ağladı. Biraz yarımçıq qoyduq. Təkrar gəldik. Pendirlər, göbələklər pendir. Ay Fili, biri çevrilib, sən elə deyəcək. İkisi çevrilib. Vay. Burada da əti döyürük. Döyürük deyəndə mən çəkirəm ancaq. Güllərim görün nə gözəl açıblar. Çok qəşəngdilər. Bu güllər hansı ki o tərəfə əkmişdim bunlardan. Bunları nə etdimsə, nə qədər suladımsa özlərinə gəlmədilər bir daha. Elə bu formada, sarı formada qalıblar. Bu yarpaqlar elə bir ki bir daha yaşıl olmadı. Elə sarı oldu, qaldı. Elə heyfim gəlir ki, yəni nə etmək olar bilmirəm. Amma bura əkmişəm ha burada. Baxın. Bura əkmişəm. Eyni havadır da. Bura görsən necə yarım-yaşıldır bu buradakılar. Kömürün iyindən çox xoşum gəlir. Amma ağacın iyi daha qəşəng çıxır, elə bilirəm. Bu da qəşəngdir. Yaxşı ağac olsa, elə bilirəm onun kababı burada olur. Burada soğan qovrulur, burada göbələklərimiz pişir, orada da döymə ət. Altda karobkamız yanır. Hər dəfə deyəndə ki, yanır altda. Deyir ki, cəhənnəm olsun. Nə vaxta qədər yanacaq bu karobka? Bu da gül çiçəli, bizim göbələyimiz. Əgər o vaxtı indi bilən bilir də, közün üstündə yeyiblərsə, odun peçin üstündə. Bu onun dadını verir, hardasa verir. Şavalıqdır. O göbələk olmasa da amma verir. Yaşlaşdıq, qocaldıq. Burada isə bu öz şirəsində döymə dana ətidir. Soğansa da döymüşəm. Sonra cəzalandırmışam, ona görə döymüşəm. Bu da bir də danadır, öz dana ətidir öz şirəsində. Qəşəng döymüşəm. Ləzzətli şey. Döymüşəm, elə. Döymüşəm, cəzalandırmışıq və bu vəziyyətə qalıb. Bəli. Marketdən alınmalı şeylər var idi. Mən də nə zamandır ki, demək olar ki, bayıra çıxmıram. Ona görə yoldaşımla dedim ki, ayağımızla gedək, biraz da hava alam. Əslində səhər yeməyi yemişdik, amma marketin yanında qəşəng dönər iyi gəldi. Ona görə yoldaşım da dedi ki, gedək birinci dönər yeyək, ondan sonra gedərik marketə. Hüseynin həm hazırlığı, həm də dərsi olduğu üçün tez getdi. Biz isə o gələnə qədər işlərimizi dedik tamamlayaq. Birinci bu Araz marketdəki hədiyyələrə baxdım. İnanmıram ki, içi dolu ola, amma ki, qiymətləri çox baha idi. 25 manata olan var idi, 18 manata olan var idi. Hüseyin artıq dekabrın biri girəndən bizə neçənci qutudur ki, aldırıb. Xoşu gəlir ki, yəni qəşəng olmasa belə qutu açmaqdan fikir verirəm ki, xoşu gəlir. Aldığımız qutuların da içərisində demək olar ki, heç nə olmayıb. Ona görə mən yoldaşıma dedim ki, bu qədər pulu verməkdənsə mən gedim qutu alım, içərisinə doldurum. Sonda baxdım ki, Araz marketdən alsaydım daha ucuz düşəcəkdi, amma ki, yox. Çünki içərisində onların hansı getməyən kökələr, krekerlər falan olur, onları qoyurlar. Amma buradan ürəyin nə istəyirsə alırsan. Hər il düzdür, dekabrın 31-i falan edirdik bunu ta uşaqlıqdan. Amma ki, ilk dəfədir ki, Hüseyin bu dərəcədə, bu tezliyində hədiyyə istəyir. Ona görə də özüm almaq, yığmaq baxdım ki, daha sərf eləyir, daha yaxşıdır. Çünki ürəyi istəyən şeyləri alıram. Bab balaca yolkadır, amma ki 8 manata zərdir. Sadəcə üstünə belə bir oyuncaqlar düzüblər. Burada isə yeni il oyuncaqları bilirsiniz artıq gəlib. Dekabrın hardasa əvvəlidir mən bunu çəkəndə artıq bütün hər yerə yeni il oyuncaqları falan gəlib. Mən isə yolkanı hələ ki
qurmamışam. Çünki bu il böyük yolka qurmaq istəmirəm. Düşünürəm ki, balaca bir yolka qurum. Gündən günə hər bir şey bahalaşır. Hansı ki, bu abadoklar əvvəllər 1 manat idi, sonra 2 manata qalxdı. İndi isə 2 manat 50 qəpik idi. Yəni getdikcə hər bir şeyin qiyməti də qalxır. Bayırda isə o qədər yağış yağır. Qaçdım aptekdən bir dənə də uşağa əlavə olaraq yemək aldım ki, çünki əlavə qida da verirəm uşağa. Alacaqlarımızı aldıq, təcili evə gedirik ki, çünki artıq Hüseynin gəlməyinə 1 saat falan qalıb. Gedim evdən qutu baxmalıyam 2-ci mərtəbədən ki, götürüm, içərisini doldurum ki, Hüseyn gələndə sevinsin. Gözümə rəngli nə dəyibsə hamısını götürmüşəm. 1-2 dənə qutu tapdım, birini seçəcəm. Bunun karovkasından filan o qədər xoşum gəldi ki, amma içərisi bunların bir köpüklük deyil, çox dadsız olurlar. Bu arada anam bizdə idi, bəbişi anamın yanında qoyub getmişdi. Gələndən sonra isə anam dedi ki, belə bir hədiyyə eləyirsinizsə evdə 1-2 dənə qutu var, hərəsinə biraz yığın. Daha sonra Hüseyn gəlib görsün ki, çoxlu qutular var, maraqlı gəlsin ona. Ona görə də biz də elə elədik, amma burada öz-özümə düşünürəm ki, Hüseynə deyim ki, sən xoşladığın şeyləri bir özüm seçmişəm qoyum, elə desəm daha çox sevinər, ya deyim ki, 3-4 dənə karobka almışıq hazır içərisində də. Anam dedi ki, demək ki, yəni ki, mən özüm seçmişəm, denən ki, elə bahalı karobkalardan almışıq. Gələcəyinə Hüseyni izləsə görəcək ki, mən özüm alıb bunun içərisinə yığmışdım. Ona görə də buradan gələcəyə səslənirəm. Hüseyn, sənə nə lazımdır? Əsas odur ki, səni sevindirən hədiyyələri yığmışıq içərisinə. Əsas odur ki, sevindim. Həqiqətən valideyn olmaq elə bir şeydir ki, insanın övladı sevinəndə Allah bunu elə yaradıb ki, insanın övladı sevinəndə adam elə bilir ki, özü üçün nəsə alınıb. Yəni Allah bunu elə qoyub ki, adam mənəvi olaraq oradan çox sevinc duyur. Yəni ən azı uşağın qədər, bəlkə də uşaqdan daha çox sən sevinirsən. Burada da elə bilirəm ki, mənə 3-4 dənə falan hədiyyə alıb gətiriblər. O dərəcədə sevincliyəm. Həyəcanla gözləyirəm ki, Hüseyn gəlsin, hədiyyələrini açsın, sevinsin. Adam elə qəribə olur ki, özümdə düşünürəm ki, uşağın birinə hədiyyə aldım, digərinə isə almadım. Bebeş, bu da sənin yeməklərin. Uşaq üçün bez, o mağazada bu var idi. Bunu aldım, amma deyim ki, o qədər də çox bəyənmədim. Düzdür, böyük, bahalı Pampers firmalarına, bez firmalarına pul vermərəm. Yəni verməyi sevmirəm, çünki atılası bir şeydir. Ehtiyac yoxdur o qədər pul verməyə. Amma ki, bunu da deyim ki, o qədər bəyənmədim. Bu Moskva peçenisidir. Bax, yanın. Xəstəxanada bizə ancaq bu sport peçenyadan, bir də bu Moskvadan verirlər. Nə qədər orada yemək olsa da heç birindən yemirdim. Ürəyimə elə yapışırdı ki, bu maskalar, bu sport peçenya. Ona görə yenə də aldım özüm üçün. Bir də Hüseynə belə A4 aldım. Bu normalda əvvəl 5 manat idi. İndi yanımızda ucuz gördüm, 6 qəpiyə aldım. 100 dənəsi. Amma ki, keçən dəfə 8 manat idi. Yəni A4 vərəqi. Bu da Hüseynin hədiyyələri. İndi qoyacağım məktəbdən gələnə qədər. Harasa qoyacağım, gəlsin məktəbdən görsün, sevinsin. Bu formada qoyuram, gəlsin paltarını dəyişəcəm, sonra sürpriz eləyəcəm. Bir dənə belə leyner aldım, bəbəşin dərisi açılır deyə. Hüseynə diş şotkası almışam. Gözünə hədiyyə çox görsənsin deyə. Bunu da qoyuram qutunun içərisinə. Vacib, o vacibdir, olsa bunu almalıydım. Yalandan şararladaq. Öz diş şotkalarımızda tez dəyişirəm. Çünki mikrob olur deyə çalışıram ki, tez dəyişdirim. Yoldaşımın belə bir maz takıntısı var. Hara çatdısa maz alır. Ayaqqabıdan xoşu gəlir. Nə maz alır, şotka alır. İndi baxıram ki, hətta birini də alıb. Belə bir tava almışam. 20 manata. Belə. Amma təəssüf ki, bunun qapağı yoxdur. Qapaqsızdır. Rexona yenidən bunu götürmüşük. Əslində o Nivea'nın sürtmə olanları çox qəşəngdir. Sadəcə deyirlər ki, bilmirəm, dəqiq oxumamışam. Güya bu fıs-fıs daha xeyirliymiş. Nəinki belə sürtmə Rexona. Yenə də oxuyacağım. Məncə elə ikisi də eyni zərərli olur. Bilmirəm, bəlkə də tərvəzlərini tutur deyə elə deyirlər. Bunu da almışam. Endirimdə idi 10 manat, 20 qəpiyə səhv etmirəmsə. Amma əslində belə toz kimi olanları mən almıram. Sadəcə endirimdə idi deyə aldım. Bu konfetlər elə xoşuma gəlir. Çayla içməyə çox qəşəngdir. Bir də bu fıstıqlı olan, fıstıqlı halva çox ləzzətli olur.
Tərəvəzlərdən isə bu bolqar biberlərini götürdüm 3 ədəd. Əslində qırmızı biber də götürmüşəm, amma yadımdan çıxıb yaşıl biber götürməmişəm. Hüseynin ən xoşladığı salatlardan biri toyuq salatıdır, hansı ki rəngli-rəngli içərisində biberlər olur. Daha sonra turp aldıq. Turpu çox alırıq, çünki Loğmanın dediyinə görə turp yeməsək belə heç olmaya ayda bir dəfə turpun bağından keçmək lazımdır. O dərəcədə faydalıdır. Meyvələrdən isə mən mandarini çox sevirəm. Ona görə qış gələn kimi ya feyxua ya da mandarin bacardıq qədər evə alırıq ki, çünki C vitaminidir, immuniteti qaldırır, qrip olmağa qoymur. Ona görə mütləq şəkildə alırıq. Qalan isə salatlar üçün kök, çuğundur, biber falan aldıq. Hüseyn çuğundurlu salat yemir. Ona görə də ona salat eləyəndə bacardıqca bir çuğundurlu salat eləyirəmsə, birini isə çuğundursuz eləyirəm ki, o da yeyə bilsin. Aldıqlarımı sürətli şəkildə yerləşdirdim. Artıq Hüseynin gəlməyinə az qalır deyə qaçıram Hüseyni qarşılamağa. Bax gör nə qədər 100 dənə A4 var, 100 dənə. Görsən? Görsən? Ağlayırsa 3 saatdır. A4 kağıza bax. Xəcalət çəkdi ağlamağa. Evə gələn kimi dedi ki, mənə hədiyyə qutusu almısınız ya yox. Mən də dedim ki, yox almamışıq. Yadımızdan çıxıb, amma ki sənə A4 vərəq almışam, özdəki 100 dənə. Çox ağladı, amma ki dözdüm. Paltarını dəyişdirənə qədər dedim ki, ağlama, böyük oğlansan. Mağaza burada, biz burada inşallah alarıq. Amma dedi ki, mənə söz vermişdin, alacaqdın falan. Təbii ki, bu qədər gözləmirdi. İndi gəlib sevinclə açır. Bu missiyamı da yerinə yetirdiyinə görə həqiqətən rahatladım. Bu aralar heç bir şey yerində getmir. Yəni düzən yoxdur. Şükür Allah, hər şey qaydasındadır, amma ki düzənim yoxdur. Ona görə də video paylaşa bilmirəm. Nə video paylaşma düzənim yoxdur, nə namazlarımı vaxtında qılmıram, nə yatıb durmağım, nə yeməyim, heç biri düzəndə deyil. Çünki yeni həyata alışmağa çalışıram. Bəzən yuxusuz oluram. Demək olar ki, çox vaxtı yuxusuz oluram deyə bilərəm gecələr. Bəzən yaxşı yatır uşaq, bəzən yaxşı yatmır. Həm yatmamaq deyil, sadəcə xırda-xırda ayılmaq o adamı çox yorur. Fikir vermişəm, hansı ki bir dəfə mən hardasa 2 saat falan yatanda belə adama bəs eləyir, amma ki harda yarım saatdan bir ki oyanırsan, xırda-xırda oyanırsan, o adamı elə bir dərəcədə başını gicələyir ki, yəni bəlkə də yuxulu deyil, yuxum problem deyil, adamın beynində amma belə gecdiyi, çeyliyi kimi olur, tez-tez ayılıb qalxanda. Ola bilər tahmin. Məncə içinə. Dinozavr, hə, aç. Ay Allah. Bakın. Ay Allah, çıxan hədiyəyə bax. Baxın. Bir şokolad. Bu nə da? Şokolad paketi. Düzdür, bunun qiyməti uyğundur. Sadəcə 1 manat 50 qəpikdir. Hədiyyəlik ona görə qəşəngdir. Çünki qəşəng görünür, amma içərisindən heç nə çıxmır. Belə bir oyuncaq çıxdı. Dadıysa, yəni şokoladın dadı heç yoxdur demək olar ki. Bu günə qədər Hüseyn hələ onun şokoladını yeməyib, stolun üstündə qalıb. Şam yeməyi hazırlayacağıq. Yoldaşım deyib qiymət çıxart, bu qiymət, bir də kartof 4 ədəd, soğan 4 ədəd, bir də sarımsaq. Görəni hazırlayacaq. O marketdən gələnə qədər mən bunların hamısını soyacağım, hazır qoyacağım ki, video çəkə bilək. Hüseyin nagets istəyib deyə yeməyi qoyandan sonra Hüseynə də nagets eləyirəm. Yeməyimiz isə sobada bişir, videosunu çəkdim. İndi isə o bişənə qədər də Hüseyin üçün nagets eləyəcəm. Neçə gündür ki, mənə yalvarır ki, nagets elə. Əvvəlcə 2 dilim çörəyi belə blenderdan keçirirəm. Üzərinə doğradığım belə toyuqları, duz, istiot falan vurdum. İndi bunların hamısı blenderdan keçirəcəm. Bu formada əlimlə forma verdim, yumurladım. Biraz balaca nazi-nazi eləyirəm ki, çünki qızara bilsin deyə. İndi bunlara batıracağım. Birinci una, sonra yumurtaya, sonra suxarikə. Sonra qızardacağım. Hə, birinci nəyə batırırsan, bilirsən? Bilirəm. Nəyə? Birinci una batırsan. Bəli. Sonra? Yiyəcəm. Birinci una batırırıq. Xanımlar, Hüseyin müəllim sizə öyrədir. Sonra? Şimdi Görək yumurta. düzgün cavab. Bəli. Düzgün cavab yumurta idi. Bəsdir Hüseyin məncə, qoy ana eləsin. Hə, əla. Əla, mükəmməl. Qoy mən eləyim. Burada nagetsləri eləyirəm. Bir qismini qoydum artıq qızarmağa. Burada da yeməyimiz pişir. Yeməyimiz Şef Povrun yeməkləridir. Povrun yeməyi. Bunu da eləyəndə əllər elə batır ki. Aman ağarıq neyini.
Şeyin adıyla əslində özümüz də xoşlayırıq. Bu tərəfi çevirmişəm, bu formada qızarır. Hüseyin burada bəbəşin çöpünü çıxardır. Ana göbüşün yüzünü göstərirsən. Yox, hələ yox. Ana bu deyəsən bu oyunu yalayır mən. Ola bilər. Masaj elə, masaj elə. Bəh. Çox sağ ol, qaqa, əlləri və sağlıq. Allah razı olsun səndən. Biraz daha, elə biraz daha. Köylək yeri bu. Bir yaxdan 8 turqası sismişi hələ deçin. Axşamdır, axşam idmanıdır. Hüseyin idman edir, Həsən də ona dəstək olur. Hadi qaqam, hadi. Hadi görelim səni. O kilolar gidecek. Dəstəkləyirik. Aferin, aferin, əla. Əslində mən belə uşağın üzünü tutmaq, göstərməmək falan belə şeylərə inanmıram qəti şəkildə. Prost o qədər deyirlər ki, adamın beyninə təsir eləyir. Ona görə cəmaatın sözünə görə cəmaat nə deyər deyə belə smailik falan qoymuşam. Artıq burada gecədə Hüseyin idmanını elədi, paltarlarını dəyişdi. İndi isə keçirik, biraz oynayırlar. Daha sonra isə mən tək çalışıram ki, səni yatızdırım. Demək olar ki, gecə biraz gec yatırıq, tez yatdığı vaxtda sevinirik. Burada isə vlogu istəyirəm ki, sonlandırım. Çox sevinirəm ki, nəhayət ki, vlogu düzəldib sizinlə paylaşa biləcəm. Hər birinizə təşəkkür edirəm, həm izlədiyiniz üçün, həm rəy yazdığınız üçün. Hər birinizə çox təşəkkür edirəm. Sağ olun, gələn vloqlarda görüşmək üzere inşallah.